Mənim Bəli. sualım sizə ondan ibarətdir ki, bu erməndə haylar deyək, onlar özlərinə hayes türkes, yəni bizə türk, o özlərinə hay deyirlər. Haylar bu dediyiniz coğrafiyaya nə vaxt və hardan gəlib? Qaraçılarla birləşməmişdən qabaq. Sual üçün çox sağ ol. Onda o dediklərimi qısaca 1-2 dəqiqədə çalışım özətləyim və davamını verim. Nə müəyyənləşdirdik? Demək, haylar eramızdan əvvəl 8-ci əsrdə Balkanlardan Anadoluya gəlir. Anadoluda Frikiya dövləti tərkibində yaşayır və eramızdan əvvəl 6-cı əsrdə Qamer türkləri Frikiya dövlətini dağıtdıqdan sonra onlar günümüz Suriya, Fələstin ərazisinə gəlir və Qaraçılarla birləşir və eramızdan əvvəl 2-ci, 1-ci əsrdə Van gölünün alt ərazisinə gəlir və burada Subar və Ərmən türkləri ilə bir bölgədə yaşayır. Demək, Zərdüştlüyü qəbul edirlər. Burada Əhrimana, Hörmüzə, Anahitə sitayiş edirlər. Daha sonra isə onlar demək hansısa siyasi proseslər baş verir. Ermənilərlə bir yerdə yaşayır. Bu indi bu gün üçün sizin üçün qəribə gələ bilər. Fərz eləyək, məsəl üçün İraqda yaşayan türklər məcburdur ki, İraq dövlətinin tərkibində hansısa siyasi maraqlarını qorusun və digər buna bənzər hallar. Və daha sonra xristianlığı qəbul etdikdən sonra demək bunlar monofizit xristianlığı qəbul edir və ərəblərin gəldiyi dövrdə demək haylar, ermənilər, albanlar hamısı monofizit xristianlığı qəbul etdiyinə görə onların hamısına ərmən deyilir. Daha sonra albanlar öz müstəqilliyini qorumaq üçün Bizansla siyasi, hərbi əlaqə qurmaq istəyir və bunu casusluq edən erməni kahini xəlifə yazır və bundan sonra bütün Alman kilsələri məhv edilir və onlar Ərmən kilsələrinə tabe edilir. Və Ərmən kilsələrinə tabe edildikdən sonra burada böyük bir Erməniyə canişinliyi yaradılır və bundan sonra artıq haylarla ermənilər daha da əlbir olur və haylar ermənilərin içinə doğru yeriyərək, belə deyim, günümüz Qafqaz ərazisinə qədər gəlir. Ardından Suriya, Fələstin ərazisindən. Lakin ən sonuncu Alban kilsəsi də demək 1836-cı ildə Çar Rusiyası tərəfindən bağlanır. Və bununla belə demək biz 12-ci, 14-cü, 15-ci əsrlərə qədər həmin bu ermənilərin bir hissəsinin hayca yox, türkcə yazdığını, türkcə əsərlər yazdığını, lüğət kitabları yazdığını, dini əsərlər yazdığını görürük. Lakin ərəb təsiri ilə bunların bir hissəsi nə dedik? Şərqi Avropa ərazisinə, Ukrayna, Latviya, Litviya, Krım ərazisinə köçür. Lakin ən əsas məsələ harda baş verir? 15-ci, 16-cı əsrdə həm Osmanlı, həm Səfəvilər olduqca güclü dövlətlər idi. Lakin neynədi? Osmanlı ilə Səfəvi biri-birini məhv eləmə, biri-birini yox eləmə siyasətinə həyata keçirməyə çalışdı. Və həmin ərəfədə Əmir Teymurun da Osmanlı ilə savaşması, ona xəyanət eləyən Toxtamışı məhv eləməsindən sonra Qızıl Ordanın çöküşü ilə şimalda günümüz Rusiya dövləti inkişaf edib güclənməyə başladı. Qızıl Ordanın dağılmasından sonra yaranan xanlıqlar ki var idi, bunlar hamısı bir-bir Rusiya tərəfindən işğal olundu və bunun üzərinə demək Avropa başa düşdü ki, demək Osmanlı heç də yenilməz bir dövlət deyilmiş. Səfəvlər heç də o qədər qüdrətli bir dövlət deyilmiş. Və bunun üzərinə 1-ci Pyotr, Ruslar Böyük Pyotr deyir, biz Dəli Pyotr deyirik, qeyd edir ki, demək biz Osmanlı və Səfəvi arasına 5-ci kolon deyən etnik qruplardan bir qrup yaratmalıyıq. Və bu zaman onlar monofizit olan, fikir verin, monofizit idi, eyni kilsəyə tabi olan hayları istifadə etməyə çalışır. Bu 1-ci Pyotra müəssər olmur. Çar Rusiyası 1801-4-də Qafqaza enir. 1813-cü ildə Qacar sülaləsi məğlub edilir. Gülüstan çay müqaviləsi bağlanır. Daha sonra 1828-də yenidən məğlub edilir. Türkmən çay müqaviləsi bağlanır. Və bu müqavilələrin şərti kimi qeyd edilir ki, İraqda, Suriya, Fələstində yaşayan haylar günümüz Van və İrəvan, Qarabağ, Naxçıvan ərazisinə köçürüləcək. Qacarlar dövləti də məğlub olduğundan deyir baş üstə. Eyni ilə bir il sonra 1829-cu ildə Osmanlı Çar Rusiyasına məğlub olur və yenə Çar Rusiyasının müqaviləsinin şərtlərindən biri buydu ki, Suriya, Fələstin ərazisində yaşayan hayların sərbəst formada Naxçıvan, Qarabağ, İrəvan ərazisinə köçürülməsini təmin etməlisən. Və nəticədə, fikir ver, biz bayaqdan deyirdik, haylarla ermənilər monofizit xristianlığı ətrafında birləşdi nə zamanda? Ərəblərdən sonra. Lakin bununla belə Qafqaza gələn
haylar olduqca az idi. Bu nə zaman baş verdi əsas? 1828-29-cu ildə Osmanlının və Səfəvinin məğlub olmasından sonra. Bu məğlub olmadan sonra günümüz Naxçıvan, Qarabağ, Borçalı, İrəvan ərazisinə və biraz da Van və Trabzon ərazisinə haylar köçürüldü. Və bu haylar erməni dilini, yəni günümüz Qıpçaq türkçəsini, türkçəni bilmir. Bunlar hay idi. Və daha sonra bu haylarla ermənilərin vəhdəti təşkil olunmağa çalışdı. Lakin bu vəhdət belə 1940-cı, 60-cı, 70-ci ilə qədər davam edən bir prosesdir. Yəni Birinci Dünya müharibəsində bu hay erməniyə qatırlar, qırırlar və axır başlarına min oynatırlar ki, həmin bu türk olan ermənilər haylaşdırılsın. Kastin McCartin var, tədqiqatçı, Amerika tədqiqatçısı. O qeyd edir ki, demək 1828-dən 1920-ci ilə qədər 500 min ilə 650 min arasında da insan köçürülübdür. Birinci Dünya müharibəsində bu ərazidə nə qədər türkün qırıldığı bəlli deyil. Yəni Birinci Dünya müharibəsində burada türksüzləşdirmə əməliyyatı aparılır. Eynilə 1828-dən 1920-ci ilə qədər bura hay əhalisi gətirilir. Bunlar daha sonra ermən türkləri haylarla sintez olunur, zorla qız alınır, qız verdirilir. Aydındır əzizlər. Və bundan sonra təsəvvür edilir ki, 500-600 min sayında insan köçürülübdür. Günümüz İrəvan, Qarabağ, Naxçıvan ərazisinə. Yəni Qafqaz ərazisinə. Demək 1920-ci ildən günümüzə dünya əhalisi 8 dəfə artıb. Bilmirəm izah eləyə bilirəmmi? Yəni əvvəl bir nəfər olan insanın sayı indi 8-dir. Yəni 1920-ci ildə təxminən 1 milyard 200 milyon əhali var idi. Günümüzdə 8 milyard əhali var. Demək nədir əhali 8 dəfə artıb. Düzdür? İndi təsəvvür edin ki, Suriya-Fələstin ərazisindən günümüz Qafqazına 500 min əhali gətirilibsə, demək ki, o bu günü artaraq 8 dəfə artıb. İndi təsəvvür edin günümüz Ermənistan ərazisi, Gürcüstan ərazisi, Azərbaycan ərazisində nə qədər erməni yaşayır, hay erməni. Təxminən 4 milyon. Fikrim aydındırmı? Demək ki, bunların sayını çıxardanda belə məlum olur ki, bu ərazidə o dövrdə belə olduqca az hay yaşayıb. Bununla belə hay ermənilər arasında aparılan DNK analizində məlum olur ki, Qarabağda yaşayan hayların, hay ermənilərin haplog qrupunda R1A, R1B 40-45%-ə qədərdir. R1A, R1B də türklüyü təmsil edən haplog qrupdur. Ermənistanda yaşayanlarda 20-25%-dir. Bu özü göstərir ki, demək bunlar nədir? Haylaşdırılıbdır. Və indi başqa bir məqama toxunaq, bununla tamamlayım. Bayaq nə dedik? Biz müəyyənləşdirdik ki, demək orta əsrlərdə olduqca çoxlu Həbəş əlifbasından yazılan mətnlər var, lüğətlər var, dini mətnlər var ki, bunlar biz indiyə qədər erməni mətnləri adından bilmişik. Bu gün müəyyənləşdiririk ki, bunlar sən demə hay mətnləri deyil. Qıpçaq türkçəsində, özü də günümüz Oğuz türkçəsinə yaxın Qıpçaqcasında yazılan mətnlərdir. Və bunun üzərinə Türkiyədə yaşayan dostlar, bilmirəm izləyirsiniz ya yox, amma Türkiyədə hal-hazırda yaşayan ermənilər bir çox kitablar çap elədir və bu kitablarda onlar əslində onu təbliğ eləmək istəyir ki, biz zülm çəkmiş bir etnik qrupuq, amma bu təbliğatda onlar gözəl bir sirri ələ verir. Nəyi ələ verir indi deyəcəm. Onlar yazdıqları kitablarda bir çox televiziya verilişində və media verilişində bilirsən nə deyir? Bunlar deyir ki, biz 1940-cı, 50-ci, 60-cı ilə qədər erməni dilində danışa bilmirdik. Biz türk dilində danışırdıq. Yalnız bizim uşaqlar Qriqoryan kilsəsinə gedərək erməni dilini öyrəndi. İndi məsələ nədir? Biz müəyyənləşdirdik ki, erməni deyilən bir dil yoxdur da, bu hay dilidir. Yəni dolayısıyla nəyi müəyyənləşdiririk? Hətta Türkiyədə yaşayan, hətta Azərbaycanda yaşayan ermənilərin böyük əksəriyyəti hay dilini bilməyib. Onlar türk olub. Onlar xristian olduğundan, monofizit xristian olduğundan onları anladıblar ki, siz haysınız. Və dilimizi bilmirik, dilimizi bilmirsiniz çünki türklər pisdir, sizə zulm edib, siz dilinizi unutmusunuz. İndi zəhmət çəkərsiniz, gedərsiniz məktəbə, gedərsiniz kilsəyə və orada hay dilində danışmağı öyrənərsiniz. Və proses bu cür baş verir. Bunlar əslində özləri öz əli ilə əslində məsələni ortaya qoyur.